Siyasətin izahlı lüğəti efirdədir. Panama kanalı ABŞ hərbi donanmasının fəaliyyəti üçün kritik əhəmiyyət daşıyır. Trump niyə Panama kanalına iddia edir? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Donald Trump'ın ABŞ prezidentliyi dövründə Panama kanalı ilə bağlı heç bir rəsmi iddiası olmasa da, Birləşmiş Ştatların tarixi olaraq bu kanal üzərindəki strateji maraqları yaxşı məlumdur. Panama kanalı dünya ticarətində mühüm əhəmiyyətə malikdir və qlobal ticarət yollarını asanlaşdıran bir keçid rolunu oynayır. Birləşmiş Ştatlar bu kanalın tikintisini vaxtilə maliyyələşdirmiş və 1914-cü ildən 1999-cu ilə qədər idarə etmişdir. Lakin 99-cu ildən etibarən Panama kanalı Panama dövlətinə təhvil verilmişdir. Panama kanalı Birləşmiş Ştatlar üçün iqtisadi və hərbi strateji baxımdan böyük əhəmiyyət daşıyır. Kanal ABŞ-nin şərq və qərb sahilləri arasında yüklərin daşınmasını asanlaşdırır və Asiya ilə Avropa arasındakı ticarət axınlarını sürətləndirir. Həmçinin ABŞ kanalın təhlükəsizliyinə xüsusi diqqət yetirir, çünki onun hər hansı bir münaqişə və ya blokadaya məruz qalması qlobal iqtisadiyyata böyük təsir göstərə bilər. Birləşmiş Ştatların Panama kanalına marağının digər səbəbi Çinin regionda artan təsiridir. Çin Panamada böyük investisiyalar həyata keçirir və kanalın infrastrukturunun yenilənməsi üçün maliyyə dəstəyini təmin edir. Bu vəziyyət Birləşmiş Ştatların Latın Amerikasındakı geosiyasi təsirlərini balanslaşdırmağa çalışdığını göstərir. Bir tarixi məqamı da qeyd etmək istərdim ki, 1907-ci ildə Birləşmiş Ştatlar prezidenti Theodore Roosevelt Konqresə göndərdiyi məktubda Panama kanalı ətrafında yaranmış vəziyyəti və Panama kanalına Birləşmiş Ştatların müdaxiləsini Birləşmiş Ştatların milli təhlükəsizlik maraqları ilə əlaqələndirmişdir.